Azərbaycan tarixinin milli yaddaşımızın və ədəbi düşüncəmizin formalaşmasında silinməz iz qoymuş böyük sənətkar Səməd Vurğun. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, xalq şairinin 120 illik yubileyi ölkə miqyasında qeyd olunur. Bu münasibətlə 22 may 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Səməd Vurğun yaradıcılığında Azərbaycan tarixinin məsələləri mövzusunda dəyərli masa keçirilib. Tədbirin açılışında İnstitutun Elmi İşlər üzrə direktor müavini, tarix elmləri doktoru Dosent İlqar Niftəliyev çıxış edərək bildirib ki, Səməd Vurğun yalnız böyük şair deyil, həm də milli kimliyimizin, tarixi yaddaşımızın və vətənpərvərlik düşüncəsinin formalaşmasında mühüm töhfələr vermiş şəxsiyyətdir. Onun yaradıcılığında xalqın keçdiyi tarixi yol, milli mənəvi dəyərlər və Azərbaycancılıq ideyası xüsusi yer tutur. Daha sonra tədbirdə müxtəlif mövzularda elmi məruzələr dinlənilib. Tarix və Etnologiya İnstitutunun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru professor İkram Ağaziyev, Səməd Vurğun tarixi yaddaş və müasirlik mövzusunda çıxış edərək şairin yaradıcılığında tarixi hadisələrin bədii təcəssümündən danışıb və vurğulayıb ki, Səməd Vurğun Azərbaycan ədəbi fikir tarixində yeni və parlaq mərhələnin əsas yaradıcılarından biridir. Azərbaycan Cümhuriyyəti Tarixi Şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova isə Səməd Vurğunun 26-lar poemasında tarixi miflər və gerçəkliklərin əks olunmasını təhlil edib. Sonra Azərbaycan Sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dosent Aypara Rüstəmova Səməd Vurğun yaradıcılığında bütöv Azərbaycan həsrəti mövzusunda çıxışında şairin yaradıcılığında bütöv Azərbaycan ideyasından, milli birlik və vətən sevgisindən bəhs edib. Daha sonra Tarixi Etnologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İsmail Umudlu isə şairin şəcərəsi və zəngin irsi haqqında maraqlı faktları iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, Səməd Vurğunun zəngin bədii irsi bu gün də müasir Azərbaycan poeziyasına təsir göstərməkdə davam edir, gənc nəslin milli mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində mühüm rol oynayır. Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Səməd Vurğun, zaman keçsə də onun sözündə yaşayan tarix, millət və vətən sevgisi Azərbaycan ədəbiyyatında və xalqın yaddaşında yaşamağa davam edir.